Yağış suyu ki, bunda bir ixtilaf yoxdur da, yağış suyudur da. Distilirованlı sud da. Bu gəlir. Bağçaya düşür, lalə çıxartır. Səhraya düşür, tikan çıxartır. Yəni insanın qəlbinin qabı nədirsə, söz yağış misalı ora düşür və onun içərisindəkini becərdir. Adam var, Quran oxuyur, Quranla maraqlanır, fala baxır. Adam var, Quran oxuyur, hidayət olub, hidayət eləyir. Yəni bir dənə Quran Seyyid Əzim rəhmətli idi ki, ixtilaf-i rəy ilə hər kimsə bir məna verir. Ləfz-i bir ləfzdir, amma ki məna müxtəlif. Hərə öz arşını ilə ölçür, hərə özü boyda görür. Bir alim keçir, çobanla qoyun otarır, alim baxır çobana, bir dənə heyyəliyir ona, barmağı ilə belə göstərir. O da çobanla ona heyyəliyir, iki göstərir. Ayrı-ayrılıqda soruşurlar ki, alimdən soruşurlar, ne danışdınız bir-birinizlə? Mən onu çağırdım, dedim Allah birdir. O da mənə deyir ki, iki deyənə lənət. Gəlib çobandan soruşurlar ki, siz ne danışdınız bir-birinizlə? Sən mənə deyir, gözünü çıxartıram, mən deyim, ikisini də çıxartıram. Yəni, bir hadisəyə hərə öz prizmasından, öz açısından, öz baxış bucağından baxır.